Eşqim mənim salam. Aleyküm salam. 15 Mart buraxılış imtahanı ilə bağlı nə deyə bilərsiniz mənim? Nə deyə bilərəm? Bəli. Ürəyim doludur onsuz da. 15 Mart imtahanının qrammatikasına baxanda onsuz da səhnə göz qabağında canlanır ki, necə oldu, nətər bir imtahan oldu. Biz 9 Mart'a əsəbləşirdik ki, 9 Mart'da bu nədir? Blok sualları var, çətinləşdirici bir vəziyyət var. Uşaqlar bunu necə yazsınlar? Təzə gələn elə bir vəziyyət yaratdı ki, köhnəyə rəhmət oxuduq məsələsi var. O vəziyyətə gəldi, çıxdı. 9 Mart imtahanında 3 dənə çətin sual var idi. 15 Mart imtahanında 6 dənə çətin sual var. Məsəl üçün, 31-ci sual var deyək ki, fələk ömrümüzə saldı ayrılıq, getdin gözəl, çox gözlərin gəlmədi. Məsələn, bu sual bir çətin sualdır. Deyək ki, bunu bəlkə də biraz 5 dəqiqə, 4 dəqiqə uşaq vaxt sərf edib tapa bildi. Məsəl üçün, burada yazılış və deyiliş fərqlənmir, səs və hərflərin sayı bərabər deyil. Nəsə 38-ci sual, üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətləri. Bu sualı tapmaq uşaqların onsuz da müəyyən qədər zamanını alır. Deyək ki, çətin sual tipidir. Ondan sonra nə var burada? 37-ci sual. Verilmiş cümlələr əsasında cədvəldə uyğun fikirləri müəyyən edin. Bu blokun çətin sualı tiplərdir. Blokun çətin sualı. Yəni, məsələ nədir? 3-cü qrupla 1-ci qrupu, 4-cü qrupu eyni qəlbə sıxışdırıblar. Yəni, bu 3-cü qrupa veriləcək sualdır da. Bunu 1-ci qrupa niyə verərsiniz ki? Yəni, bu cür imtahanları belə eləməkdə səbəb nədir? Məqsəd nədir? Mənə çatmayan odur da, yəni. Deyək ki, bunu 5 nəfər, 3 nəfər şagird yaza bilir. Amma niyə gedirlər, riyaziyyatdan en qədər 100 bal çıxır? Mən riyaziyyat və ingilis dili müəllimlərinə paxıllıq eləmirəm, hamısı 100 yazsınlar. Amma riyaziyyat kimi çətin bir fənni yaza bilirlər, məsəl üçün 30 nəfər, 40 nəfər şagird deyək ki, 100 yaza bilirsə, Azərbaycan dilinin bir nəfər ya 100 yaza bilir, ya yaza bilmir. O da Azərbaycan dilinin imtahanına odaqlanıb 100 yazanda riyaziyyatla ingilis dili qalır qıraqda. İşin bu tərəfi var. Məsəl üçün, bu sualı ümumiyyətlə tapmaq müəllimlər üçün belə çətindir. Yəni, o da olar ki, şagird bu sualı görəndə ümumiyyətlə bir riyaziyyatı var, ingilis dili var, Azərbaycan dili var, 3 fən var, bir də onların gətirdiyi stres var, çölə çıxanda yazanmasan valideyn neyəcəyin stresi var. Yəni, mən düşünürəm ki, həqiqətən universitetə girmək bu qədər ağır, bu qədər çətin olmamalıdır. Yəni, 37-ci sual çətindir. Ondan sonra keçirik, nə edirik? 39-cu sual demək, yazmaq olar ki, çünki mürəkkəb cümləni soruşur, ikinci tərəfdən müddət artırırsa. Məsələn, dünənki yarışın qalibi Səlim, 40-cı suala baxaq. 40-cı sualı. Biz ağlımızdan keçməzdi ki, nə zamanca gələr, sintaktik əlaqələrdən buraxılışa sual düşər. Sintaktik əlaqəni heç bloka salmırlar düzəməllidir. Amma burada artıq gətirib idarə əlaqəsindən, mübtəda var, məsəl üçün, yanaşma və uzlaşmanın ikisində soruşur. Belə yaxşı ikili ortasında biz bunu keçmişik, deyək ki də. Çətin bir sual tipidir. Necə deyək də, məsələn, 35-ci sual var ki, frazoloji birləşməni müəyyən edib, 5-ci, 6-cı sinif səviyyəsində uşaqların elə bir belə bilir, gözünə kül üfürməkdə. Baxın, asan sualda salmışıq. Amma yəni bu iş bu qədər çətin olmamalıdır. Yəni birinci qrupun il boyu birinci qruplar onsuz da qrammatikanın üstə çox dayanmırlar ki, mən buraxılışa bəllidə neçə ildir necə düşmüş olub. Açıq suallar ümumiyyətlə işləmirlər. Yəni bu kimi şeylər var. İndi uşaqlara həm mətni işlədəsi olsaq, həm qrammatikanı ən super səviyyədə işlətmiş olası olsaq, ümumiyyətlə yəni bu uşaqda hamısı geçsin 3-cü qrupa hazırlaşsın. Yəni, çox çətin olur. Bunu da anlamaq lazımdır. Bu məsələdən baxmaq lazımdır bəzən. Məsələn, burada 6 dənə düşündürücü sual var. Elə məsələn, uşağın 20-25 dəqiqəsini bu alır. Bu uşaq mətninə nə zaman baxacaq? Bu uşaq mətnin ümumi olaraq suallarını nə zaman oxuyacaq? Mətni necə işləyəcək? Hər sual işlədiksə yenidən mətnə qayıtmalıdır. Və yaxşı, Azərbaycan dilini yazdı uşaq 1 saat 20 dəqiqə. Mən dünən o ən maksimum səviyyədə yazan şagirdim belə. Azərbaycan dilinə görə riyaziyyatın hamısını tam yazıb, köçürdə bilməyibdir. Halbuki bildik bu uşaq Vunverkindir. Yəni bunu kimi yüzlərlə uşaq var. Və hər kəs bu cür narazılıq edirsə, Azərbaycan dilindən ümumiyyətlə ölkə səviyyəsində maksimum bal çıxmırsa, demək ki, buna bir göz gəzdirmək lazımdır. Başa düşürəm, bizim öz dilimizdir, bizim öz dilimizi yetərincə normal səviyyədə suallar salmalıyıq ki, uşaqlar rahat bir şəkildə yaza bilsinlər, qavraya bilsinlər. Amma uşağın qarşısında gördüyü sual tipləri ilə, işlədiyi mətnlərlə imtahanda qarşısına çıxan sual tipləri eyni olmur. Bildiniz necə? Yəni, uşaq deyək ki, 60-70% səviyyədə qrammatika hazırlaşır ki, onsuz da buraxılışda üstündən biri birləşdirirlər deyə bu orta yolda, yəni bu nəzərə alınmalıdır hər kəs tərəfindən. Amma uşaq gedir ki, blok səviyyəsində suallar çıxıbdır qarşısına. Bu çox ciddi şəkildə bir problemdir. Yəni, bunu nə olursa olsun düzəltmək lazımdır. Hətta 2023-cü ilin imtahanı bunun yanında çox
xəfif qaldı yəni. 2023-də ümumiyyətlə ölkə səviyyəsində cəmi Azərbaycan dilində 8 nəfər 100% vardı. Riyaziyyatda nə qədər idi? 600 nəfər. İngilis dilində nə qədərdir? 800 nəfər. Baxın, öz dilimizdir deyib, yəni tamam, bunu beynəlxalq standartlara uyğun salmaq lazımdır. Amma bu cür deyil də, yəni bir də o standartların da onda düşəcək sual tiplərini göstərmək lazımdır. Yəni bu şagirdlərin əməlli başlı düşüncələrini, həvəslərini, məsəl üçün bu imtahanla çıxan şagird qapanır evinə, mənim nə qədər şagirdim var. Qapanır evinə 3 gündür, 5 gündür ümumiyyətlə valideyni belə danışdırmır. Səbəb nədir? Səbəb odur ki, qırılıbdır yəni, nəfəsi kəsilib. Bunun təzdən indi gəl motivasiya ilə təzdən bloka hazırlaşdır ki, bu 2 ay, 3 ay təzdən bloka hazırlaşıb imtihana bal yığacaq. İşin bu tərəfi var. Ola bilsin ki, yəni imtahan çətin oldu, ola bilsin ki, ballar düşəcək. Məsələ balların düşməsində deyildir. Məsələ uşaqların o qədər həvəslə hazırlaşması. Məsələn, mənim şagirdlərim var ki, deyə oturub Azərbaycan dilindən imtahanları yazırlar. İmtahandan səhvi çıxmır. Yəni özüm görürəm, özümüz yoxlayırıq, baxırıq. Yəni uşaq maşallah çox gözəl səviyyədə yazır. Amma mətni hamısını yazan uşaq gəlir qrammatikadan, nə olursa olsun 2 dənə, 2 dənə səhvi çıxır. Yəni işin bu tərəfin çətinlikləri var. 9 mart və 15 mart buraxılış imtahanının arasında fərq nə oldu? Arasındakı fərq odur ki, bayaq dediyim kimi 15 mart 9 martı şükür dedirdi. 9 martda 3 dənə çətin sual vardı, üsyan edirdik. 15 martda 6 dənə çətin sual var. 2 dənə 3 dənə ilə bir gözə külü firmək üçün asan sual saxla. O ağırlıqda sualların yanında hansı frazeoloji birləşmədir, nə sualdır ki? Bunu hamısını qoymaq lazımdır. Burada ya çox asandır, bir də çox çətindir. Orta bir dənə ya bəlkə 2 dənə orta sual var yəni. Məsələn, 33-cü sual var, xəbəri izbarında olan hansı cümlənin tərkibində hərəkət subyektiv obyekti yoxdur. Yəni bu tip şərt olaraq uşaqları çox çaşdırıcı şərtdir. Bəlkə indiyə qədər bu şərt kimi bir şərt qarşılarına çıxmıyorduk uşaq. İşin bu tərəfi var. Sualların belə çətin olması təhsilin inkişafına nə cür dəyər verə bilər? Təhsilin inkişafına nə cür dəyər verə bilər? Maksimum nə olar? Növbəti ildə şagirdlər qrammatikanın artıq açıq suallarını da tam olaraq yazarlar. Daha çox fikir verirlər. Bu da təhsilin inkişafı olarmı? Məncə olmaz. Sadəcə qorxurlar. Və sadəcə bir də bir məsələ var ki, uşaqlar ingilis dilində daha çox meyl edirlər artıq. Burada artıq məqsəd ingilis dilini inkişaf elətdirib, ingilis dilinə bütün uşaqları yönəltməkdirsə, ona bir şey deyə bilmərəm. Ki, tamamilə yanlışdır. İngilis dilini kimdən soruşam, ingilis su kimidir. İngilis dilində var ki, yazmağa. 100 söz artıracaqlar, gələnlər, o belə çox rahat olacaq. Azərbaycan dili öz dilimizdir. Uşaq gedib öz dilimizi yaza bilmirsə, demək ki, burada düşən imtahanla öyrədilən dərs arasında çox ciddi bir uçurum var. Öyrədilən dərs düşən imtahan səviyyəsinə uyğun deyil. Və ya da düşən imtahanı o internetdə gəzən söhbət kimi o birisi bu birisi ölkələrin təhsil sisteminə gətirib salırlar. Belə şey olmaz axı. Bu inkişaf deyil, bu ilki 11-ci siniflər. Bu hal-hazır ki, cari ildəki 11-ci siniflərin təhsil səviyyəsini nə dərəcədə inkişaf elətdirə biləcək bu cür imtahan? Artıq bunlar getdilər. Bunların sadəcə ağıllarında, düşüncələrində acı bir xatirə kimi qaldı Azərbaycan dili imtahanı. Getdi bunlar artıq. Suallar hazırladıqları zaman sizcə nəyə fikir verməlidirlər, nəyə nəzərə almalıdırlar? Məncə suallar hazırlandığı zaman blokda çətin sualları qoyun. Azərbaycan dilindən ən maksimum çətin sual nə olacaq ki? Yəni qrammatikada da oxuyacaqlar, onu oradan tapacaqlar. Amma qrupları nəzərə almaq lazımdır. Buraxılış imtahanında 1-ci qrup, 2-ci qrup, 4-cü qrup Azərbaycan dilinə ciddi şəkildə fikir verməyən qrupdur. 3-cü qrupdur bir dənə 3-cü. Yəni ki, orada Azərbaycan dili ədəbiyyat deyək ki, ağırlıqlı bir fəndir də. Yəni onunla onun arasında bir orta yol seçib sualları elə salmaq lazımdır ki, bunu həm 1-ci qrup yaza bilsin, həm 3-cü qrup yaza bilsin. Deyir, arada Seyid üçün ağlayanda Yezid üçün də ağlamaq lazımdır. Belə bir el misalı var. Yəni 3-cü qrup səviyyəsini gətirib 1-ci qrupa sala bilməzsən də. Yəni onda da bu cür üsyan olur, üsyan. Yəni zarafat bir şey deyil. Ölkə üzrə ümumiyyətlə 100 bal yığan yoxdur. Maksimum səviyyədə Azərbaycan dili yığan yoxdur. Öz dilimizdir, öz dilimiz. Valideynlər də bu cür düşünür. Öz dilimizdir. Mən onsuz da yəni bir də 11-ci sinif uşaq biləcək, təkrar eləyəcək, yazacaq. Amma biz görürük ki, təkrar eləyib yaza bilmir. Artıq Azərbaycan dilləri bir səviyyəyə gəlibdir ki, yəni burada qrammatikanı qoyuram bir tərəfə. Uşaq o qədər mətn işləməsi lazımdır ki, alışqanlıq halına gəlsin mətn suallarını yazmaq. Çünki birdən-birə gedib mətnləri yazmaq, mətn suallar, mətn içərisinə girmək, o qədər informasiya yükü var ki, mətnlərdə. Uşaq çaşbaş qalır ki, mən hansını harana tərküzüm yəni. Hətta bir də onun stresindən sonra keçib riyaziyyat yazmaq var. Bir dərsdə bir dənə sınaq işlədirik şagirdə. İkinci sınaqda çökürlər ki, müəllim, bitdik. Buna baxmaq lazımdır. İndi Azərbaycan dilində də yazır, riyaziyyatı da yazır, ingilis dilində yazır.
3 dənə fənlə bərabər 3 dənəsində əlavə stresi var, bir də imtahan həyəcanı var. Bu uşağın onsuz da yetərincə qədər ömründən neçə il oğurlayır. Belə olmaması lazımdır. Yəni buna ciddi bir şəkildə əncam çəkmək lazımdır. İllərdir Azərbaycan dili ilə bağlı onsuz da bu problemlər var və bunu qətiyyən nəzərə alan yoxdur. Çox sağ olun müəllim. Təşəkkür edirəm. Siz də sağ olun.